Hər kəs salamlayıram. Kökəlmək istəyirəm, necə kökəlim? Birincisi siqaretdir. Bunu qoyduq bir kənara. İkinci məsələ nədir? Çalış bulqurdur, bir də perlovadır. Bunlara ən çox bax bunlara üstünlük ver. Sonra sən makarondur, düyüdür, qreçkadır, yəni bunları. Və məsələ nədir? Əsas məsələ ki, çalış ac qarnına yatma. Yuxun gəlirsə, səhər yuxudan 7-də oyan, yeməyi ye, tezdən yata bilərsən. Amma ac qarnına yatma. Və bir də ki, ən əsas odur ki, gecə oyaq qalma. Yəni, amma ki, əsas məsələ bir daha söyləyirəm, zalda çalış, yəni məşq çox eləmə, yarım saatdan artıq eləmə. Misal üçün sinə hərəkətinə 3 hərəkət bəsdir. 2 dənə bazı hərəkət, bir dənə izolyuş hərəkət qantellə. 3 podxod 18-8. Vəssalam. Zal sən kök adamsan. Hardasa görmüsən ki, fəhlə arıq olsun, kök olsun daha doğrusu. Xeyr. Çünki insan işlədikcə arıqlayır. Ona görə zalda çox məşq eləmir. Gələcəkdə bir müddətdən sonra, balq dönəmindən çıxandan sonra keçərsən o biri hərəkətləri, fərqli proqrama keçərsən. Sinəyə işləmərsən 3 hərəkət, işləyərsən 5 hərəkət. Yəni təkrar da çox eləyərsən. Bir daha söyləyirəm ki, çalışın ac qarnına yatmayın. Yəni istər-istəməz əzələ, yəni bədən ac qalır. Amma ki, dediyim kimi ilk problem o siqaretdir. Hər kəsə uğurlar.